Niyə türk dilində danışıram? Mənim öz Azərbaycan dedim. İstədim ki, videoya belə səssiz başlayım. Uşaqlar onlar məni yaxşı başa düşər. 20 dəqiqə bizim üçün çox uzun bir vaxtdır. Biz 20 dəqiqə ərzində yemək bişirə bilərik, evimizi təmizləyə bilərik və yaxud özümüzə başqa vaxtlar ayıra bilərik. Mən bu saçı eləməyim tam-tamına 20 dəqiqə 27 saniyə sürdü. Nəticə heç də ürəkaçan deyil. Mənim üçün ki, problem məndəymiş, Dysonda deyilmiş. Mən sadəcə işlədə bilmirmişəm. Gördüyünüz kimi bu tərəfi çox qəşəng, çox təbii şəkildə eləyib, hələ açmamışam. İndi yağ vurub qəşəng açacağam. Ancaq bu tərəf hüsran. Makyaj eləyəcəm sizin üçün. Siz də baxın, videomu bəyənin, yorum atın. Bir de hemen nemlendiricisini çok qəşəng nemlendirir. Kiko'nun bu ikisi birinde olan concealer ve tonalka. Şunu istifadə edeceğim. Dudaklarımı nemlendirmeyi unutmuşam. Luna'nın pudrasını istifadə edəcəm. Göz üstümə sadəcə istifadə edəcəm. Ağzımı niyə belə tuturam? Deməli, məndə belə bir kontur paleti var. Buraların kontur kimi istifadə, buralar highlighterdır, göy ki. Amma mən bunu elə istifadə edəmirəm. Mən bunu indi ten kimi istifadə edəcəm. Buradan bu rəngdən istifadə edəcəm. Haydi bakalım. Kiko'nun konturuyla bolca götürürüm. Yukarıya bakıp tədqiq edirəm. Çok qəşəng pudradır. Çok severim, çok severim. Böyle. Aslında ənliyi bura vurmaq lazımdır deyirlər. Amma mən bura vurmağı çox xoşlayıram. Şirin görsənir. Mən elə düşünürəm ki, şirin görsənir. Çok uzun video oldu. Çok tanıdık maka değil. Hiçbir fark görmemem. Şaka mı? Elimle tətbiq edəcəm. Gerek. Aha, elimle. Sorun fırçadadır. Bu arada indi çektiğim pomada L'Oreal firmasının məxsusdur. Kompliment firmasının makyaj sabitləyici spreyini sıxacağım indi. Makyajım bu cür oldu. Eğer beğendinizsə bəyənməyi, mənə takip atmağı və Instagramdan hələ də məni izləmirsinizsə məni izləməyi unutmayın. Öpürəm. Hələlik.